Oktyabrın hissəsi oynayırıq. Oktyabrın 10-u olmalıdır. Bir çıxış yolumuz var ki, oktyabrın 10-unu kalendardan çıxardıq. Həqiqi bugünkü Fransa ilə bilirsiniz, futbol tamam başqa bir şeydir. Nə mənada? Fransa milli deyəndə gözünün önünə güc, atletika, fizik bir durum gəlir. Heç mən o texnikanı qoyuram qırağa da. Baxın, deyək ki, MPP-nın bizim müdafiəsinin hər birini Məmməd Əli Vəli ilə mübarizəsini gözünüzün qabağına gətirin. Artıq sizin üçün belə deyək ki, səhnə aydındır. Başa düşürsünüz. Demirəm, bu futboldur. Futbolda əvvəldən çıxıb uduzmaq heç kim istəmir. Hər kəs nəyəsə ümid edir. Hər bir baş məşqçi də, futbolçular da, federasiya rəhbəri, jurnalistlər də, hər şey balaca bir nüansdan çox şey asılılıqlar var. Ancaq burada Fransa qabağı nüanslar olduqca azdır da. Başa düşürsünüz, bugünkü durumumuzu İlk növbədə özümüzü düşünməliyik, hansı vəziyyətdəyik. İndi etiraf edək ki, bugünkü durumumuz o qədər ürək açan deyil. O qədər yox, ümumiyyətlə ürək açan deyil də. İndi bayaq mən yenə deyirəm ki, biz hər şeyi baş məşqçidə görəcəksə, yenə bizim nizat yolumuz olmayacaq. Hər şeyi bu futbolçulara görəcək ki, yenə bizim nizat yolumuz olmayacaq. Hə, yaxşı, bu futbolçulara baxın, görün, yaxşı, bu futbolçuların hamısını çıxartdıq. Hansıları gətirək, bir sayın görək. Və yaxud bu başmaçını çıxartdıq, o başmaçı gəlsin, hansılarla oynayacaq. Yəni, bu ümumi bir problemdir. İndi strategiya qəbul olunub, Allah eləsin, buna icra eləyə bilək, həyata keçirə bilək, onu nə zamana qədər icra eləyəcək, nətər kimlərlə eləyəcək. Bilirsiniz, çox asandır yazmaq strategiyanı, çox asandır. Bir, məsəl üçün, bir deyək ki, 22 səhifəlik bir şey yazın, qoydun, hətta uşaq futbolunu belə, inkişaf, stadionlar belə tikiləcək, maddi texniki baza bu, maliyyə buradan gəldi, o bir çox asandır. Və bunu icra eləmək gücündə olacaq və kimlərlə icra eləyəcək çox vacib məqam oldu. Başa düşürsünüz? Baxın, bizdə 2005-2015 dövlət proqramı qəbul olundu. Nə oldu? Böyük pullar uçdu, getdi xaricə hamısı. Bu proqram sanki kimin üçünə yazılmışdı, getmək üçün yazıldı. Nə oldu komandalardan? Bəlkə də indi siz yaxşı bilirsiniz ki, o büdcənin içində Xəzər Lənkərandan tutmuş, İmişlidən, Şəmkirdən tutmuş, Bakı komandasını tutmuş. Bəziləri ümumiyyətlə yoxdur, ümumiyyətlə. O proqram lazım idi mi? Kimlərlə? Proqramın hansı dövlət bunu eləmişdi? Sağlam bir düşüncənin, sağlam bir yerə getmə. O proqramdan bizə nə qaldı? Bunun arxasında nə qaldı? 2 dənə şey qalıb, balaca şey, o da qutarır. Qəbələdən və Bakıdan çıxan futbolçular, akademiyadan çıxan bəzi futbolçular bugün bir çoxları qalır. Onlar da 29-30 yaşları var, səhv eləmirəmsə o vaxta gəlib düşür. Ondan sonra nəyimiz var? O şeydən 2 dənə balaca bir şey qaldı, 10 illik proqram. Hansı 10 illik proqramda milyardlarla pullarımız yoldu. Ancaq bizim inkişafımızda heç bir səbəb olmadı. İndi biz yenə düşünsək, fokuslansaq ora, yenə bizim problemimiz olacaq. Fərqi yoxdur, toplananların yerini dəyişində cəm dəyişmir. Sadəcə bu toplananları biz düzəltməliyik. Nəyi toplamalıyıq? Bax, bu çox vacibdir. Uğurlar, milliyə uğurlar inşallah. Kaş hamımız səhv olaq. Millimiz layiqətli bir mübarizə aparsın.